Hörmətli dinləyicilər, əziz müəllimlər, dəyərli valideynlər və sevimli məktəb yoldaşları. Bugün Gələcəyin İşığı FM radiosunun efirində biz bir daha Azərbaycan Təhlükəsizlik Qüvvələrinin ayrılmaz hissəsi olan daxili qoşunların əhəmiyyətini dərk edəcəyik. 12 mart tarixi yalnız bir tarix kimi qeyd edilmir. Bu, Azərbaycanın müstəqilliyinin qorunması, vətəndaşların təhlükəsizliyi və hüquq qaydalarının təmin olmasına xidmət göstərən daxili qoşunların günüdür. Mən Rəhimli Aycan 7B sinif şagirdi olaraq sizə bu verilişdə daxili qoşunların tarixi, təşkilatı strukturu, fəaliyyəti və cəmiyyətimizdəki rolu barədə geniş və ətraflı məlumat təqdim edəcəyəm. Daxili qoşunlar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış xüsusi hərbi qurumdur və onun əsas vəzifəsi ictimai qaydanın təmin edilməsi, təhlükəsizlik sisteminin gücləndirilməsi və fövqəladə hallara hazırlığın təmin edilməsidir. Elmi araşdırmalar göstərir ki, təhlükəsizlik qüvvələrinin düzgün təşkil olunması və cəmiyyətdə inteqrasiyanın ölkəyə dayanıqlığı və sosial sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Daxili qoşunların tarixi inkişafı Azərbaycan dövlətçiliyinin formalaşması ilə sıx bağlıdır. 1991-ci ildən başlayaraq müstəqil Azərbaycan Respublikasının daxili təhlükəsizliyin qorunması və ictimai qaydanın təmin olunması istiqamətində ciddi addımlar atılıb. Daxili qoşunların yaradılması bu istiqamətdə atılan strateji addımlardan biridir və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bugün daxili qoşunlar yalnız təhlükəsizlik təminatı ilə kifayətlənmir, həm də cəmiyyətin maarifləndirilməsində, fövqəladə hallara hazırlıq proqramlarında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edir. Statistik məlumatlara nəzər salsaq, son illərdə daxili qoşunların inkişafı ilə keçirilən tədbirlər, təlimlər və təcrübə proqramları yüzlərlə gənc vətəndaşın bilik və bacarığını artırır. Bu isə onların vətənpərvər ruhda yetişməsinə və ictimai məsuliyyət hissinin güclənməsinə xidmət edir. Əziz dinləyicilər, gəlin daxili qoşunların fəaliyyətinin strateji əhəmiyyətini və qiymətləndirək. Bu qoşunlar yalnız şəhər və kəndlərdə ictimai qaydanın qorunmasını təmin etmir. Həm də tabi fəlakətlər və fövqəladə hallarda əhaliyə yardım göstərir. Onların peşəkarlığı və fədakarlığı göstərir ki, hər bir vətəndaşın təhlükəsizliyi üçün hər zaman yüksək hazırlıq və məsuliyyət tələb olunur. Daxili qoşunların strukturunda xüsusi təlimatlı bölmələr, təlim mərkəzləri və texniki imkanlar mövcuddur. Bu imkanlar onların hərbi və xüsusi əhəmiyyət bacarıqlarını artırmaqla yanaşı, cəmiyyətin təhlükəsizliyini təmin etməyə yönəlir. Elmi araşdırmalar göstərir ki, təşkilatı strukturunun səmərəliyi və personalın peşəkarlığı dövlətin dayanıqlılığı üçün əsas amillərdəndir. Əziz məktəb yoldaşları, gəlin bir də daxili qoşunların cəmiyyətə verdiyi sosial faydalara nəzər salaq. Onların fəaliyyəti nəticəsində cinayətlərin qarşısının alınması, ictimai qaydaların qorunması və cəmiyyətin vətənpərvərlik ruhunda tərbiyəsi təmin edilir. Bu isə göstərir ki, daxili qoşunlar yalnız hərbi və hüquqi struktur deyil, həm də sosial məsuliyyət daşıyan qurumdur. Tarixi baxımdan daxili qoşunların rolu ölkənin suverenliyinin qorunmasında və vətəndaşların hüquq müdafiəsində əvəzsizdir. Onların fəaliyyəti nəticəsində ictimai sabitlik və sosial harmoniyaların təmin edilməsi mümkün olur. Bu da göstərir ki, hər bir vətəndaşın təhlükəsizliyi yalnız dövlətin təşkilatçılığı ilə deyil, həm də vətəndaşın daxili qoşunları dəstəyi və hörməti ilə təmin edilir. Elmi və statistik məlumatlar sübut edir ki, daxili qoşunlarda xidmət edən şəxslərin hazırlıq səviyyəsi, peşəkarlıq və fədakarlıq bacarıqları ölkənin müdafiə və təhlükəsizlik sistemində əhəmiyyətli rol oynayır. Onların iştirakı ilə keçirilən təlimlər, taktiki məşqlər və fövqəladə hallar üzrə fəaliyyətlər gənclərin və cəmiyyətin təhlükəsizlik şüurunu gücləndirir. Əlavə olaraq qeyd etmək lazımdır ki, daxili qoşunların fəaliyyəti yalnız müharibə və fövqəladə hallarla məhdudlaşmır. Onlar ictimai tədbirlərdə, maarifləndirmə kampaniyalarında və təhsil layihələrində də fəal iştirak edirlər. Bu isə onların cəmiyyətdə sıx inteqrasiyasını və gənclər üçün nümunəvi rolunu göstərir. Əziz dinləyicilər, daxili qoşunların hər bir üzvü yüksək peşəkarlıq, fədakarlıq və vətənpərvərlik prinsiplərinə əsaslanır. Onlar göstərir ki, təhlükəsizlik və ictimai qayda qorunması yalnız qüvvətli hərbi strukturla deyil, həm də şəxsi məsuliyyət, əzmkarlıq və təşkilatçılıqla təmin olunur. Gəlin nəzər salaq ki, daxili qoşunlarda xidmət edən şəxslərin fəaliyyəti gənclər üçün böyük motivasiya mənbəyidir. Onların nümunəsi göstərir ki, hər bir gənc öz vətənində sadiq olmalı, dövlətin və cəmiyyətin inkişafına töhfə verməlidir.
Bu isə vətənpərvərlik və məsuliyyət anlayışının formalaşmasına mühüm təsir göstərir. Tarixi nümunələr göstərir ki, daxili qoşunların fəaliyyəti nəticəsində yüzlərlə vətəndaş təhlükəsizliyi təmin edərək cəmiyyətin sosial və hüquqi sabitliyini qoruyub. Bu, onların fəaliyyətinin dəyərini və əhəmiyyətini bir daha təsdiqləyir. Əziz məktəb yoldaşlarım, gəlin bir də daxili qoşunların milli təhlükəsizlik və dövlətçilik baxımından rolunu qiymətləndirək. Bu qoşunlar yalnız təhlükəsizlik təminatı ilə kifayətlənmir, həm də cəmiyyətin maarifləndirilməsində, gənclərin vətənpərvərlik ruhunun yetişməsində və sosial məsuliyyət hissinin güclənməsində xidmət edir. Beləliklə, hörmətli dinləyicilər, 12 Mart daxili qoşunlar gününü qeyd edərkən, biz yalnız dövlətin gücünü və təşkilatlanmasını xatırlamırıq. Biz həm də vətənpərvərlik, məsuliyyət və ictimai qayda prinsiplərini təqdir edirik. Mən Rəhimli Aycan, Gələcəyin İşi FM radiosunun efirindən sizə dərin hörmət və ilham verici salamlarımı çatdırıram. Gəlin hər günümüzü vətənpərvərlik ruhu ilə dolduraq. Dövlətimizin sabitliyinə və cəmiyyətimizin inkişafına öz töhfələrimizi verək.